Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını öldürməyə cəhdə təqsirləndirilən Bayram Hacızadənin cinayət işi üzrə məhkəmə araşdırmasının detalları məlum olub. Məlumata görə təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı və ailədaxili gərginlik səbəbindən anası Vəsilə Hacızadəni qəsdən öldürmək qərarına gəlib. Bildirilir ki, ailədə narkotik vasitə istifadəsi və bunun yaratdığı problemlər fonunda qadın bir müddət əvvəl evi tərk edərək ayrı yaşayıb. Bu isə təqsirləndirilən şəxsə ona qarşı mənfi münasibətin formalaşmasına səbəb olub. Hadisə 2025-ci ildə Saray qəsəbəsində fərdi yaşayış evində baş verib. Bayram Hacızadə anasının yaşadığı evə gələrək onunla mübahisə edib. Daha sonra mətbəxdən götürdüyü bıçaqla ona 13 bıçaq xəsarəti yetirib. Hadisə zamanı qadın qaçaraq xilas ola bilib və tibbi müdaxilə nəticəsində həyatı xilas edilib. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib. Hadisə zamanı emosional vəziyyətdə olduğunu və niyyətinin öldürmək olmadığını bildirib. Lakin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər aşkar edilib. Belə ki, ibtidai istintaqda verdiyi ifadəyə əsasən təqsirləndirilən şəxs Vəsilənin bir müddət əvvəl ailəni tərk edərək Saray qəsəbəsində tək yaşadığını, davranışlarının dəyişdiyini və başqa şəxslə münasibətdə olmasından şübhələndiyini bildirib. Bu səbəbdən ona qarşı mənfi münasibətin yarandığını qeyd edib. O, anasının evinə gedərək bıçaqla zərbələr endirdiyini, qadının qışqırığından sonra isə əməlini dayandıraraq hadisə yerini tərk edib və daha sonra polisə təslim olduğunu bildirib. Qeyd edək ki, adları şərti verilib.